Bu saatlarla gözləməlidir ki, həkimin Bu qəbuluna düşə Sabunçu bilsin. xəstəxanası ilə bağlı bir ara biz danışmışdıq. Bəli, Məşhur generalın qardaşı orada baş həkim idi. bəli. O doğrudan O çıxdı axı deyəsən. çıxartdılar o Bəli. açıqlamalarımızdan sonra. Bəli. Amma yerinə gələn heç nəyi dəyişmədi. Bax, problem o deyil. Azərbaycanın ən məşhur, yəni sıfırın altında məşhur durumda olan xəstəxanaların birincisi Sabunçu xəstəxanası olub hər zaman. Ora qəssabxanadır Zahir bəy, xəstəxana deyil. Orada xəstəni də soyurlar. Onun qovma-qırabasını da soyurlar. Ora girən, xəstəsi olan adam dünyaya gəldiyinə peşman olur. Bax, buyurun. Bu Azərbaycanda çox acınacaqlı durumdan xəbər verir. Bütün cinayətlər də orada baş verir Zahir bəy. Bəli. Elə bax onu gəlin müzakirə eləyək. Sadəcə siz bir məsələ doğru dediniz ki, burada professional həkimlər məsələsi çıxdı ortaya. Bu həkimləri niyə idarəçiliyə gətirirlər Zahir bəy? Baş həkim, deyək ki, idarəçi, direktor xəstəxananın həkim olmaya da bilər. Türkiyədə bu Dövlətin vicdanlı övladları, məmurları o rəhbərlik eləməlidir. Bəli. Orada həkimlər də həkimliklə məşğul olmalıdır da. Güclü bir həkimi, böyük bir kardioloqu niyə vəzifəyə gətirirlər? Bəli. O iclas keçirdiyi anda 5 saat, 4 saat ilə 5-6 dənə xəstəni müayinə eləyər, eyni zamanda cərrahi əməliyyat keçirər də. Siz tanınmış cərrahları, həkimləri elə qoyun xəstələrlə məşğul olsun da və xəstəxananın idarə olunmasına niyə məşğul olmalıdır ki bu? Bəli, Sonra da bunu məcburiyyətdən yönləndirirlər, tələblər olur axı. Yuxarılara haqq verilməlidir, kimlərsə nəyisə gözləyir. çox pis işlərə qoşulurlar. Bəli, çox pis işlərə qoşulurlar, olurlar cinayətkar. Millət bir neçə yöndən itirir. Həm layiqli həkim cinayətkara çevrilir və eyni zamanda Azərbaycanda qurulmuş sistem Azərbaycanı məhv eləməklə məşğul olur. Bunlar yol verilməz məsələlərdir. Tanınmış həkimlərin ümumiyyətlə Azərbaycanda həkim olanların, xəstəxanaların idarə olunmasının qarşısı alınmalıdır. Xəstəxananın direktoru məmur olmalıdır, dövlətə, millətə bağlı olan adam olmalıdır da onun bunun kuklası olmamalıdır. Hansısa bir görəvlinin, vəzifəlinin zənginlə təyinat olmamalıdır. Deməli, Candar bəy, çox yaxşı məsələyə gəlmişik. Bu insanlarımızı narahat edən məsələdir. Mən həkimləri heç belə ittiham da etmək istəmirəm. Məsələn, bu günləri Azərbaycanda icbari tibbi sığorta agentliyi var. Amma gəlin baxaq bu agentlik necə işləyir. Biz indi deyirik ki, yeni klinikada çoxsaylı saatlarla növbə var. Bunun günahı kimdədir? Bunun günahı yenə icbari tibbi sığortadadır. Niyə görə? Çünki sığorta əhatəsini məhdudlaşdırıblar. Niyə görə mən, misal üçün, biz qardaş Türkiyəni götürək də, bir adam istənilən xəstəxanaya gedə bilir, sığortalı olduğu üçün, özələ də girə bilir, dövlətə də girə bilir. Özəl onsuz da pulunu dövlətdən alır. Bəli, bəli, alır. Amma burada necədir? Burada yalnız icbari tibbi sığortanın əməkdaşlıq elədiyi bir neçə özəl klinikalar var ki, ancaq onlara. Niyə? Qardaş, sən məndən hər ay, məndən icbari sığorta pulu alırsan da, sən neyinə lazımdır? Mən o klinikaya getmirəm, başqa klinikaya getmək istəyirəm. Burada başqa maraq da var, Zahir bəy. Bəzi klinikalara niyə o şərait yaradırlar? Deyək birinin Azərbaycanda bir oteli var. Dövlət törənləri keçirilir, bütün tədbirləri otelə salırlar. Niyə? Ayrılan pulları orada seçsinlər, özləri qazansınlar. İndi bəzi xəstəxanalar da xüsusi sosial sığorta nə şərait yaradırlar ki, o xəstəxanada gələn xəstələrin sayı artsın, baxmayaraq o sığortalanmış vəsaitdən ödəniş eləyir. Vətəndaş orada qazanır, amma dövlətin vəsaiti daha çox ora axırağı. Hətta Candar bəy. Orada o öz adamlarına şərait yaradırlar ki, oradan külli miqdarda pul sizin. Bəli, hətta onu deyim sizə ki, siz niyə bu həkimlərin pulunu zamanında vermirsiniz və normal qaydada vermirsiniz ki, həkimlər də məcburdur ki, sığorta ilə əməliyyat eləyəndə yenə də xəstənin əlinə baxımlı olsunlar. Bunun pulunu verin də vaxtında. Bu sığorta olanda olur, həkim gəlir. Əlavə vəsait tələb olunur. Düzdür, tələb olunmayanlar da var. Olundu, olunmadı. Zahir bəy həkimdir. İşə götürülür, deyir ki, mən sizinlə bu şərtlər daxilində işləyəcəm. Özünü hörmət edən həkimə də hər yerdə ehtiyac var. Bəli. Bu da rəqabətin bir növüdür və doğrudur. Gücdə həkimlər ona görə kənarda qalmırlar. O həkimlər üçün faciə baş verir ki, onların yanına gələn olmur.
Onlar bir həkim kimi özlərini təsdiq edə bilmirlər. Amma idarəçilikdə ciddi problemlər var. Öz adamlarının xəstəxanalarına şərait yaradırlar ki, 10 minlərlə adam oraya gəlsin və 10 minlərlə adam oraya gəlib müalicə olanda, müayinə olanda dövlətdən və sığorta şirkətlərindən pulları özləri seçsinlər. Bəli.